İndi hamını düşündürəcək bir sual vermək istəyirəm. Doğru olanı niyə edirik? Cəza almaq qorxusuna görəmi? Yoxsa içimizdə bir səs var ki, o bizə deyir, bu doğrudur, bunu et. Və biz də bütün doğru seçimlərimizi həmin səsi dinlədiyimiz üçün edirik. Bilirsiniz bu sualın cavabını ən yaxşı nə zaman öyrənə bilərik? Bir uşağın inkişafını davamlı izlədikdə. Amma iş burasındadır ki, həmin cavab da zamanla dəyişir. Məsələn, uşaqlar əvvəlcə cəzadan qorxduğu üçün doğru davranırlar. Sonra mükafat almaq üçün. Yəni, böyüklərdən mükafat umaraq, tərif gözləyərək. Daha sonra başqaları nə deyər deyə düşünərək. Ən sonda isə iç səsləri, yəni vicdanları ilə üzə qalırlar. Psixoloq Lawrence Kohlbergin də diqqətini çəkən məhz bu idi. O, insanların davranışlarının arxasında hansı əxlaqi motivasiyalar olduğunu araşdırır və nəticədə ortaya mənəvi inkişafın 6 mərhələdən ibarət olduğu bir nəzəriyyə üzə çıxarır. Bu podkastda nələri öyrənəcəyik? Gəlin baxaq. Uşaqların doğru anlayışı necə formalaşır? Niyə bəziləri vicdanla, bəziləri isə qorxu ilə davranır? Mənəvi inkişafın mərhələləri hansılardır? Və ən əsası, biz bu mərhələlərdən hansındayıq? Yeni başlanğıca xoş gəlmisiniz.